Qabilə çıxardım. Yalan deyirəmsə qəhbənin balasıyam. Eləməsəydim. Mənə çıxardım deyərdin, Qabil, bir sən nə var? Sən vətən sevənsən. Deyəcəkdim, hə. Kişi kimi söz vercinən ki, indi əlbəttə bunlar mafiya ilə çıxır adama. Kişi kimi söz vercinən ki, sən bu gündən Mehribanı, İlhamı, Əlina, məni, yəni kimlərisə arvad uşağını söyməyəsən də. Söyləsə adam olsalar da söyməyəsən. Mübarizəni söyüş üzərindən yox. Tural Sadıqlı kimi apar. Nə desə biz eləyək. Mən nə deyəcəkdim? Mən nə deyəcəm? Qazilərin dərmanını, qazilərin problemini həll eləyin. Qazilərimizin problemini həll eləyin. Bir də bəzi nöqsanlar göstəririk. Onlara, o ürək dağlayan nöqsanlara biganə qalmayın. Söyüş söysəm, o söyüşün hamısı mənə geçsin. Mən sənin sözünə inanmıram. Mən sənin səmiyyətinə inanmıram, Qabil. Mən Əlin Ağayev sənə çıxsaydı ki, Qabil. Əlin Ağayev yox, Əlin Ağayev yox. Əlin Ağayevin səlahiyyətin nümayəndəsi çıxsın desin ki, qardaş, bu gündən sonra hansı qazinin problemi desən həll olacaq. Hansı qazinin? Amma səndən də şərtimiz var, nə Mehribanını kimlərsə də söyməyəsən. Mən amma əminəm ki, söysəm Xaçaturyanın balası olaram onda. Mən amma əminəm ki, Əlin Ağayev sənə çıxsa, desə ki, bax, bu gündən Mehribanı Alyonanı rahat qoy, İlham Əliyev söymə, yəni bu şərtləri qəbul elə, sən istədiyini də biz qəbul edərik. Mən əminəm ki, sən deməyəcəkdin ki, qazilərin dərman pulunu ver, vermə. Sən deyəcəkdin ki, Nigarı Deyəcəkdin, yarma göndər. Əlin Ağayev o dillağın arasına lesva qoyar. Soxan kimi şeyimiz belə bölünər iki yerə böyle. Nə danışır? Dilinin altına lesva qoyar. Şeyimizi ağzına alan kimi şak 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 belə deyəm abi. Şak 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 ilə başı getdi, şeyin başı getdi. Sonra digər Almanya ortasında. Amma buna görə dəyərmi mübarizədən geri çəkilməyə? Buna görə dəyər? Buna görə bu nə folkdur ki, buna görə mübarizədən geri çəkilək. Bunun dillağı brilyantdan da olsa mən mübarizədən geri çəkilmərəm. Bax belə, Əlin Ağayev, Rəşad Əliyev. Görürsən mi adamın ağzını necə sikirlər? Mən arada bir baxıram, görüm Rəşad Əliyevin səhifəsini sildirirlərim. Bunlar bir təsir eləyir bunlara. Ay, sabah nə günə qoyacam, hə? Ha, budur, bax, hələ ki, Rəşad basıram. Budur, səhifə burada, səhifə burada, video burada. Görürsən, hələ səhifə burada. Elə bir yox, görək ki, yəni, hər gün 15 dəqiqə seks gedəcək efirdə. Sabah Əlin Ağayevin anasından başlayacağam. Əlin Ağayevin anasından. Zərifə Əliyeva, Əlin Ağayevin anası və Mehriban anasından. Üçündən başlayacağım, üçündən. Ayda İmanquliyeva, şəkil hər yerdə var. Zərifə Əliyeva, şəkil hər yerdə. Zərifənin ölən yerdə ağzına verəcəm. O tabutda ki var ya, belə qarğa dimdik burnu belə. Elə tabutda ağzına verəcəm. Nə oldu yaman, harasa baxsan. Yox. Baxıram ki, yəni Cənnət xanım sabah ola bilsin ki, cəhənnəmə düşdü. Yox, mənim ağzına verdiklərim cənnətə düşür. Seyid adamam. Əmiyəm, sən rəhsəlikdən döysən. Bilmirsən biz qaradaş seyidlərindənik. Yaşa səni, Bakıya gələndən unutmursan torpağı, eli, obanı. Yaxşı, belə bir şərt olsa ki, Rəşad Əliyevin götürən Əlin Ağayev istəyirsə, mübarizədən çəkiləsən? Hala yox, mübarizədən bir şərtlə çəkilərəm ki, çox insanlara həyat vermək üçün. Yəni qazilər intihar eləməsin, dərmanları verilsin. Deyək ki, şəhid analarına o problem iş verilsin. Buradan da efirdən göstərirəm də kimsəsiz, bədbəxt gündə olanları sıraz onlar təmin edilsin. Hər halda gündə bir nəfər göstərərəm də uzaq başı, eləmi gözəl insan. Gündə bir nəfərin həyat şəraitini düzəltməyə çalışaram belə ara baba çörəyini. Məsələn, mən ona rahatçılıq taparam, söyüş söymərəm. Tural Sadıqlı kimi mübarizəmə aparacam yenə də söyüş söymədən də burada nə var? Elə deyil Mehman. 100%. Almaniya gələndən nə edirsən? Alyonanın ilə videolarına baxıb Google'i döyməkdən başqa işin var mı yəni? Valla mən Google'i özü bu 8 Mart'da ha. Sen yandan mı keçən ilinə baxıyorsun? Bayağı daha təbrik elədikdən də bu uğraşları bəyətdən. Keçən 8 Mart sən mənə zəng eləyəndə mən Google'i çəkirdim və sən bunu efirə verdin. Sən gəlmişdin ki, necəsən? Mən dedim bu gün 8 Mart'da bir evdə dincəlirik, bir işimiz var. Xeyirlisi, Əlin Ağayev. Bu gecə də sənin gecəniymiş. Yəni qismətdən qaçma olmur. Haram yeməyən bütün Azərbaycan xanımlarını, Əzazil məmurun arvadı olmayan bütün Azərbaycan xanımlarını, Azərbaycan kişisinin zəif duruma düşən kimi onu atıb və yaxud ərəbin qucağına, bunun qucağına tullanmayan bütün Azərbaycan xanımlarının, elinə, obasına, adət-ənənələrinə, milli mənəvi dəyərlərinə sadiq qalan bütün Azərbaycan xanımlarının 8 Mart Qadınlar Bayramını təbrik edirik. Mehman və mən, Qabil Türkoğlu. Elə deyil Mehman? 100%. Ona görə də bizdən keçdi. Allah görürdü ki, biz bunu istəmirdik. Allah gördü ki, biz Nigar xanım, Əlin Ağayevin qızından heç nə istəmirdik. Əlin Ağayev qaşındı, biz də onun arzunu yerinə yetirdik. Ağzını necə lazımdır qaşıdıq. Qaşıdıq yox, analiz elədik. Biz analiz qabiliyik, analiz Mehman. Biz analiz edirik, belə analiz edirikləri, yox, koronavirus edirikləri. Mehman, deməli, inşallah gələn həftədə videomuz gələcək. Bu arada, İsrailin Təhlükəsizlik Şurasından belə bəyanat verildi. Azərbaycan, Ermənistan, Gürcüstandan
vətəndaşlarını İsrail təcili təxliyə eləməyə, yəni quru əməliyyatlar savaşı böyüdürlər. Üstəlik də İsrailin mətbuatı, videoza da var. İsrail televiziyası planımız Azərbaycanı İrana, Azərbaycan ordusunu İrana yeritməkdir. Yeridəcəyik deyir və yeridəcəyik deyirlər. Buyur, burada belə kompüterlə iyi gəldi. Mən bunu qoxlayayım, bir dəqiqə yeridəcəklər bunu, qıracaqlar mı xalqın balasını? Buyur Mehman bir dəqiqə. Kompüter panfıyor. Bir de bence ostursan iyi gelir. Yox, tüstürüyor deyəsən, qoy görmürəm. Elin Ağayev'in başından tüstürüyor. Ha, hürmetli izleyiciler. Görürsünüz. Görürsünüz. Deməli, bir dəqiqə. Sen ol axır nasıl pislik var yok. Sen ol. Bence diyeceğim pislik dostlar. Elin Ağayev diyen. Birden Elin Ağayev'in el şolları yok. Hayır gitti. Hə, yox, inşallah. Hə, deməli, Mehman, inşallah Azərbaycan xalqı İlham Əliyevdən müharibəyə girməz, inşallah. Çünki İlham Əliyevdən tort yeməkdənsə pox yemək ondan yaxşıdır. Mehmanın bayaqları bir videosu qabağıma keçdi, daha doğrusu günorta efirə verdim. Vayne biletini hazır alan oğlanlardır. Ceyhan savaşa səsləyirlər, Mehman, o nətər deyirlər ki. İlham Əliyevin trolları hal-hazırda sosial şəbəkələrdə iş aparırlar ki, biz növbəti dəfə İlham Əliyevin ətrafında birləşməliyik. Özdə bu zındırlar kimlərdir? Negodnoy vayne bilet alanlar. Yəni yararsız hərbi bilet alanlar yenə bu gün sosial şəbəkələrdə cəmaata tırqa verir. Bir daha deyirəm ki, tırqaya getmək olmaz. İlham Əliyevlə bundan sonra hər hansı bir döyüşə çıxmaq olmaz. İmkanınız olsa, əlinizə silah düşsə, icra başçısını vurun, göt eləyin, polis rəisini, İlham Əliyevi. Yəni imkan düşdü, xalq tərəfə keçin və bu götvərənlərdən bizi qurtarın. Bu olsa əla olar. Və mən əminəm ki, İlham Əliyev bu dəfə sizi döyüşə aparsa, bu dəfə siz yenə də şəhid versəniz, sağlamlığınızı itirsəniz, daha İlham Əliyev isə 80 manat yox, 20 manat verəcəkdir. Bunu biləsiniz. Ona görə də İlham Əliyevin vədlərinə, onun boş sözlərinə, onun tırkasına getmək lazım deyil. İranla İsrail nə söhbətləri varsa özləri aparsın. Bizim haqqımız yoxdur ki, İrana hücum edək, kiminsə aləti olaq, kiminsə oyununun qurbanı olaq. Biz artıq düşünməliyik ki, bu Əliyevlərdən necə qurtarmalıyıq, bu götvərən İlham Əliyevin ailəsindən necə canımız qurtarmalıdır, biz bunları düşünməliyik. Siz, Allah eləməsin, ay cəmaat, ay millət, İlham Əliyevin tırkasına gedib döyüşə çıxsanız, bilin ki, bundan da batdınız. Bilin ki, bundan da kitabınız bağlandı. Belə. Özdə İranın lazer silahzadı var ha.